Günün dəyişməz qanunlarından limon və sirkəli su. Özümdə halsızlıq, yorğunluq hiss eləyəndə biraz bal əlavə edirəm. Çalışıram ki, hər gün etməyim. Daha sonra isə yoldaşıma yeməyini verdim, idman elədim. Meditasiya ritüellərimi elədim. Oğlum belə bir meyvə almışdı. Golden berry adlanır. Yəni antioksidantlarla zəngindir. C vitamini var tərkibində. Sonra bu günlərim trend yoldan gəldi. Mənim tripodum gəldi. Çox gözəldir. Onu deyim ki, həqiqətən verilən pulun haqqı ilə, yəni öz işini görəcək bir tripoddur. Daha sonra isə qızım mənim üçün belə işıqlandırıcı alıb telefona videolarımız daha keyfiyyətli çıxması üçün. Bu da çox gözəl bir şeydir. Həqiqətən verilən pula, yəni dəyər. Əgər maraqlı olsa, qiymətlərini sizin üçün qeyd edərəm. Yəni çox da bir burada qat-qat, yəni mağazinlərdən ucuz gəlir. Çox gözəl keyfiyyətlidir. Belə işığı yanır. Yəni çoxalır, azalır. Zaryadka ilə işləyir bu. Bunu isə uşaqlıqdan elədiyimiz adət. Yəni bunun üçün otururduq, oynayırdıq, etməsəm darıxardım. Bu isə mənim işıqlı halında üzümün videosu. Daha sonra isə yerli düyü ilə təbii ki, evdə sütlaç bişirdim. Çox idi, zibilli idi, heç xoşum gəlmədi. Yəni 2 dəfə də alırıq, yoldaşıma deyəcəm, oradan almasın. Daha sonra isə belə çay dəmlədim özümə.